Sabah xeyirli olsun değerli izleyicilerimiz. Bugün noyabrın 6'sıdır ve bugün tabii ki Beynəlxalq Maliyyə Birjasında yeniden gündemde neyse olmalıdır ve her zaman da olacak. Bugün de funtun günüdür. Funt severler için bugün İngiltere'de çıkan yani vacib haberler, ard-arda çıxan vacib haberler 16:00'da, 16:30'da bu funt sterlindən olan bütün valutaları ərsəyə gətirər, hərəkətə gətirər. Yəni ehtiyatlı olmağa çağırıram sizi. Təbii ki, funtdan necə ki qızılı və Bitcoin sevənlər var, funtu da traderlər arasında sevənlər çoxdur. Nəysə, gəlin keçək biz Telegram siqnal kanalına. Yəni bugünə qədər, bugün noyabrın 6'sıdır. Biz yenidən səhər saatlarında 3991'lərdən alışlar, 3983'lərdən isə satışlara biz nəzər çatdırmışıq. Tabii ki kısa bir mesafede take profitleri yerleştirmişik. Tabii ki sizi de Telegram signal kanalına davet edelim. Tabii ki bizde ödenişsiz gün ərzində bir veya olabilsin 2 pulsuz signal verir. Dünən mükemmel oldu. Böyle. Gəlin keçək bugün qızılda neler olacak? Yani günlərim ise 80 dolardı. Ve bugün yükselişler olar mı? Olmaz mı sonuna geldi ise tabii ki biz yeniden bakmalıyıq. 3991'den yukarı forması tabii ki yeniden yükselişler gözlenir. Ama aşağı hedefler ise yani müqavimət xəttləri ise yani 3978'ler, 3963'ler, 3958 ve 3948'ler çok güçlü bir dəstək xəttidir. Yani maniyeler çoktur. Satış üçün bugün maniyeler çoktu ve bu maniyeler dikkat etmek lazımdır. Ne için? Çünkü birinci dönüş noktası 3978-77'lerdi. Yani burada tokunun geri kaydebilir. Yani aynı zamanda ikinci maniye ise 3963'ler, 3958'ler, 3948'lerdi. Eğer 48'lerden esas en axırıncı dəstək xətti 48'dir. 3948. 48'den aşağı formalsa tabii ki rahat bir şekilde satış ameliyatlarına girebilirsiniz. Əks halda isə alış əməliyyatlarından yaddaşları qalır bugün. Keçək biz Bitcoin'e. Bitcoin dünən nələr etdi? Dünən Telegram signal kanalında hansı nöqtələr demişdiksə qiymət qəşəng həmin nöqtələrə qədər hərəkət edir. Və bugün 61 dollara yaxın, yəni dünən qalxdı. Qızıl bugün Bitcoin'dən söhbət açaq. Bitcoin nələr etdi? Bitcoin dünən mən nəzər çatdırmışdım ki 103 dərdən yuxarı 104, 105'lere kadar və qiymət 104, 400'lere kadar qalxdı. Yəni her Bitcoin öz canını 99'lardan kurtardı. Hələ bilmək olmaz. Əsas alış əməliyyatları 105'lərdən sonra gəlməlidir. Satışlar isə təbii ki 102-700 olarsa satışlara üstünlüğü verməyə dəyər. Keçək biz neftə. Neft dünən alış əməliyyatlarının 65'te nəzər çatdırmışdım. 65-50'ye kadar qalxdı. Mükemmel bir nəticə verdi. Təbii ki bu traderlər üçün 50 pip qalxması çox mükemmel bir nəticədir. Bir lotla 500 dolar edir. 0.1 neyse 50 dolar. Satış əməliyyatlarında biz dünən satış əməliyyatlarında 64, 60'lardan demişti 63-90'lara. Bu daha çok gelir verdi. Neyse bugün hansı nöqtələrə qədər yəni qalxacaq və yaxud da enəcək sonra gəldiysə 64-40'lardan sonra formalaşsa alışlar da 64'dən aşağı formalaşsa satışlar. Tabii ki bu bizim fikrimizdir. Qərar sizin özünüzün. Son qərar sizindir. Keçək funtun dolar rəqabətinə. Funtun dolar rəqabətinə dünən satış əməliyyatları üçün 1.30'lar olmadı. Amma biz yuxarı hədəfləri 1.30'dan 30-300'lərdən 1.30-400'lere kadar 450'lere demiştik bu hedef oldu. Ve bugün neler olacak? Yani 1.30-700'lerden sonra alışlar 1.30-400'lerden aşağı formalaşsa ise satışlarla yaddaşlarda kalır. Ve bildiğiniz gibi bugün funtun günüdür. 16.30'dan sonra yani süratli bir hareketler olacak. Funtun dolar rəqabəti, funtun Japonya rəqabəti, funtun frankonla rəqabəti. Yəni dəhşətli dərəcədə hərəkətlər olacaq. Biraz ehtiyatlı olmaq lazımdır. Sürətli hərəkətlər olacaq. Take profitləri ümumiyyətlə buy stop, sell stop qoyanda take profitləri çox da uzaqda qoymayın. Yəni gün ərzində yəni xəbərdən sonra nə tutdusa, ondan sonra gəlir oldusa Allah min bərəkət versin. Ondan sonra bazarın dalınca gedən qatarın dalınca
hoppanmazlar. Gedən qatara hoppanmazlar. Ona görə əgər belə deyək, siz funt doların və ya da funtu Yaponiya rəqabətdə, yəni sürətlə bir dəfəlik qalxdısa, nə gəlir əldə etdiniz, ondan sonra yenidən hoppandısa, əks istiqamətə qayıdar, sonra isə ayağınız büdləyə bilər. Ona görə ehtiyatlı olmaq lazımdır. Nə qazanırsa Allah min bərəkət versin. Keçək biz euro-dolar rəqabətinə. Dünən euro-dolar rəqabətində 1.14800-lərdən 100 pips gəldi. 1.14-700-lərə qədər, 690-lara qədər gəldi. Alış əməliyyatlarında da belə bir mükəmməllik olmadı. Bugün 1.15-150-dən yuxarı forması alışlar, 1.14-900-dən aşağı formasında satışlar olacaq. Yəni keçək Nasdaq, S&P, Dow Jones, DAX, bunlar nə etdi dünən? Bunlar Nasdaq da alış əməliyyatlarına mükəmməl gəlir verdi. S&P də, Dow Jones da, DAX da bizim dediyimiz dünənki nöqtələr öz əksini tapdı, super nəticələr verir. Bugün nələr olacaq? Yenidən qalxacaq mı? Qalxmağına qalxacaq, amma aşağı korreksiyalar, dönüş nöqtələri var. Bunlara alışlar təbii ki, bəlli məsələdir. Nasdaqda 25.655-lərdir. Amma dönüş nöqtəsi var. 25.467-lər, 25.335-lər. Bunlar çox təhlükəli zonalarda toxunub qayıda bilər. Və S&P-də də alışlar bəlli məsələdir. Deyək, hazırki vəziyyətdən 6808-lərdən, amma dönüşlər var. 6770-lər, 6752-lər. Toxunub qayıda bilər. Yəni birinci, ikinci dönüş nöqtələri var. Keçək biz Dow Jones'a. Dow Jones'da demək, alışlar 47.359'lar, dönüşlər isə 47.192 və 47.065'lərdir. Və Bitcoin, çox üzrəm, DAX-da alışlar, Bitcoin dedik deyəsən, Bitcoin bugün güclü hərəkət edəcək. DAX-da isə alışlar bəlli məsələ hazır vəziyyətdən 24.104'lər, satışlar isə burada dönüş yox, satışlar isə 24.021'lərdən gələcək. Belə əzizlərim, inşallah görüşmək ümidi biz keçək short videolara, eyni zamanda keçək biz Telegram siqnal kanalına. Sizi də pulsuz Telegram siqnal kanalına dəvət edirəm. Eyni zamanda ayın 12-si möhtəşəm tərəf pul stratejinin birinci tərimi tam olaraq pulsuzdur. Ona da qoşula bilərsiniz. Sağ olun, görüşmək ümidi ilə.